Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve accil feracahum. Salam əziz izləyicilər. Günlərdir ki, Vəhabi mövzusu gündəmdədir. Xüsusən Cabir İmanovun dünyasına dəyişməsindən sonra bu mövzu bir daha gündəmə gəldi. İnsanlar arasında müəyyən şübhələr yaranıb. Mən istəyirəm ki, bu videoda Vəhabi cinayətləri və Vəhabiyyətin necə batil o əqidə olduğunu sizə dəlillərlə, faktlarla təqdim edim. Bilənlər bilir ki, bunlar zaten mən hesab edirəm ki, bəziləri bilirlər bu mövzuları, amma bəziləri bilmirlər ki, mənim əsas müxatəbim bu videoda onlardır. Onlar ki bilmirlər və sadəcə zahiri görünüşə aldanırlar. Onlar bu videodan sonra ola bilsin ki ayılsınlar qəflət yuxusundan. Vəhabilər bilirsiniz ki 18-ci əsrdə Muhammed ibn Abdülvahhab tərəfindən deməli Nəzd bölgəsində bu Səudi Ərəbistanın ərazisinə düşür. Orada yaradılmış bir cərəyandır, dini cərəyan. Daha doğrusu buna belə deyə bilərik, dini siyasi bir cərəyandır. Siyasi tərəfi daha çox üstünlük təşkil edir. Bu hərəkatın, bu cərəyanın əsas prinsipi də İslamın təmizlənməsi iddiası ilə ortaya çıxıb. Yəni bu cərəyanın yaranma prinsipi İslamı təmizləməkdir. Güya İslam 18-ci əsrə qədər müəyyən qüsurlarla yaşayıb, bu cərəyan yaranıb, İslamı təmizləsin, bidət və şirk hesab etdikləri deməli, bəzi məsələlər ki var, onların üzərində gedirlər. Biz indi hansı məsələlərdir, hansı daha doğrusu mövzuları bunlar şirk hesab edirlər və daha doğrusu Vəhabiyyətin əsas əqidəsi nədən ibarətdir, bunların törətdikləri cinayətlər nədən ibarətdir, bunlara həm sünni, həm şiə alimlərinin bunlara qarşı hansı fikirləri səsləndiriblər. Mən bax bu üç əsasda, üç mövzuda sizi bilgiləndirməyə çalışacağım. Əlbəttə ki, bunlar siyasi güc qazandıqdan sonra Səudi Ərəbistanda Saud ailəsi ilə bunlar birləşərək siyasi güc qazanandan sonra İslam'a, qeyri-müsəlmanlara qarşı və müsəlmanlara qarşı bir çox zorakı halları müşahidə edilir və bunlar ondan sonra deməli bir çox dağıntı və cinayət deməli halları törədiblər. Tarixdə və müasir dövrümüzdə bunların iddia olunan ən çox deməli cinayətlərini mən sıralayıram. Birinci, müqəddəs ziyarətgahların dağıdılması. 1802-ci ildə Vəhabilər Kərbəla şəhərinə hücum edərək İmam Hüseyin əleyhissalamın türbəsini dağıdıblar. Minlərlə şiəni qətl ediblər. Bu İslam tarixində məşhur hadisədir. Kərbəla kimi, yəni bütün müsəlmanlar tərəfindən qəbul edilmiş bir deməli İmam Hüseyin əleyhissalamın ziyarətgahına, türbəsinə hücum edib oranı dağıdıb və minlərlə şiəni də qətlə yetiriblər. 1803 və 1806-cı illərdə isə İslam dininin müsəlmanların əsas müqəddəs hesab etdikləri Mədinə və Məkkə şəhərlərində bunların deməli hücumları olub. Orada olan ziyarətgahları, səhabə və Peyğəmbər ailəsinə aid olan türbələri bunlar dağıdıblar. Bir tərəfdən bunlar səhabələri müqəddəs sayırlar və bir tərəfdən də səhabələrin türbələrini, məzarlarını dağıdırlar. Bağışlayın. Sonra bunların ikinci şiələrə qarşı bunların qətliamların göstərə bilərik. Hicaz, İraq və digər bölgələrdə şiələr mürdə və ya müşrik adlandıraraq öldürülmüşlər Vəhabilər tərəfindən. Bunlar şiələri müşrik hesab edirlər və eyni zamanda namuslarını və
mallarını da özlərinə halal edirlər. İslamda elə bir deməli qayda yoxdur, heç bir nə Quranda, nə hədislərdə. Amma bunlar şiəni müşrik hesab eləyib, onları öldürməyi vacib, mallarını və namuslarını da özlərinə halal hesab eləyirlər bunların əqidəsinə görə. Sonra Kərbəla və Nəcəf şəhərlərində bunların ən ağır deməli etdiklərinin ən ağır nümunələrindəndir. Kərbəla və Nəcəf şəhərlərini bunlar darmadağın ediblər. Çünki müasir terror qruplarına ideoloji təsir, Vəhabi düşüncəsi əsasında sələfi cihadçı təşkilatlar formalaşıb, Əl-Qaidə, Taliban, IŞİD və s. qruplar ki, biz IŞİD-lə bağlı növbəti hissələrdə daha geniş məlumat verəcəyik. Bunların dördüncü cinayətləri Mədinə və dini irsin məhv edilməsi. Bunların əsas prinsiplərindən biri də budur ki, Mədinə şəhəri, Peyğəmbərin Mədinə şəhəri, yəni Peyğəmbərin şəhəri olan Mədinə şəhəri və dini irs ki, məscidlər, ziyarətgahlar, pirlər, bunlar əslində İslam dünyasında dini irs hesab olunur və bunların dağıtmaqla məşğul olublar. Sonra indi də Hicazda, yəni Hicaz, Məkkə və Mədinə şəhərlərində deyirlər, çoxlu tarixi məscidlər, səhabə qəbirləri, İslam mədəniyyətinə aid olan abidələrin hamısını bunlar dağıdıblar. Bugün Səudiyyə Ərəbistanı bunların tam nəzarəti altındadır. Amma orada tarixi abidələr, İslam mədəniyyətinə aid olan nə qədər abidələr var, hamısı Vəhabilər tərəfindən dağıdılıb. Vəhabilərin İraqda törətdikləri cinayətlərə gəldikdə 2003-cü ildən sonraki Amerika Birləşmiş Ştatları İrağı işğal elədi. Ondan sonra Əl-Qaidənin İraq qolu Əbu Musab Əz-Zərqavi tərəfindən qurulub, yüzlərlə məscid, bazar və kütləvi toplaşma yerlərində partlayışlar həyata keçirilib. Bunlar zaten bəzilərinin bildiyi məsələlərdir. O dövrlərdə 2003 3-cü illər və ondan sonraki illərdə İraqda, Suriyada baş verən hadisələr dövrü mətbuatda işıqlandırılıb zaman-zaman və biz bu informasiyaları biraz yeniləməyə cəhd edirik. Sonra elə məhz İraqda Şiə məscidlərinə hücum, Kərbəla, Nəcəf, Kazımeyn şəhərlərində minlərlə şiə qətlə yetirilib. 2006-cı ildə Samirda şəhərində İmam Hadi və İmam Həsən Əskəri 10-cu və 11-ci imamların türbəsi bombalanıb. Bu hadisə İraq Şiə-Sünni qarşıdurmasına qızışdırılıb. Yəni, həmən illərdə Sünni-Şiə məsələsi məhz bu Vəhabilərin tərəfindən partlayış nəticəsində biraz qarşı-qarşıya durdular. 2014-17-ci illərdə təbii ki, bunlar IŞİD dövrü hesab olunur. Mosul, Tikrit, Fəllucə, Ramadi kimi şəhərlərdə kütləvi qırğınlar baş verdi. Bunlar da məhz bu Vəhabilər tərəfindən həyata keçirildi. Spayker hərbi bazası qətliamı 14-cü ildə baş verib. Təxminən 1700 şiə gənc əskər əsir alınaraq hamısı güllələnib. Bunların bildiyiniz kimi İraqda təkcə şiələr və müsəlmanlar deyil, hətta Yezdi deməli təriqəti və yaxud da bir cərəyan kimi Yezdi cərəyanı var. Onlara da qarşı bunlar çox amansız şəkildə cinayətlər həyata keçirdiblər. Mən Almaniyada bir Yezdi gənclə tanış olmuşdum. Təsadüfən tanış oldu və bir neçə il bundan əvvəl o həmən dövrlərə təsadüf edirdi ki, şəhid Qasım Süleymanın şəhadətindən az sonra idi və mənim şiə olduğumu, Azərbaycandan olduğumu və şiə olduğumu Qasım Süleymaniyə, şəhid Qasım Süleymaniyə sayğı göstərdiyimi, sayğılı biri olduğumu biləndən sonra ağladı. Və Qasım Süleymani ilə bağlı başladı xoş sözlərini, təəssüratlarını bölüşməyə. Dedi ki, Vəhabilər gəlib bizim bir neçə kəndi mühasirəyə almışdılar. Bizi artıq ölüm ayağındaydık. Hətta onun bir neçə qohumlarından da başını kəsmişdilər.
Qasım Süleymanı özünü çatdırmasaydı, bizim hamımızı qətliam edəcəkdilər ki, bir-bir hamının qoyun kimi başını kəsirdilər. Yəni, bu adamın özünün mənə etirafı idi. Bu, əlbəttə ki, Vəhabilərin, Vəhabi düşüncəsinin, Vəhabi əqidəsinin bir təzahürüdür. Biz keçirik Suriyada Vəhabi cinayətlərinə. 2011-13-cü ildə vətəndaş müharibəsinin başlanması, Sələfi qrupları hökumətə qarşı döyüş adı ilə kəndlərdə mülki əhaliyə qarşı zorakılıqlar törətdi. Bunlar dediyim kimi bilirsiniz, xüsusilə Şiə və Xristian kəndlərinə hücumlar olurdu. Yəni, Suriyada bilirsiniz, Suriya Xristianlar da çoxluq təşkil edir orada, Xristianlar da orada yaşayır. 2013-15-ci illərdə Ən-Nusra cəbhəsi və IŞİD Suriyanın şimal və şərqində minlərlə mülki insan öldürüb. Məscidlərdə partlayışlar, ziyarətgahlar dağılıb. Məşhəd, Hələb, Deyr əz-Zor bölgələrində əsir alınan hərbçilərin kütləvi qətilləri. Bunlar o dövrdə, dövrü mətbuatda işıqlandırılan məlumatlardır əslində. 2014-19-cu illərdə ki, bilirsiniz ki, 19-cu il artıq bu IŞİD xilafətinin son illəri idi. O dövrlərdə Raqqa və Mosulda paytaxt quraraq şəriət adı ilə kütləvi edamlar, baş kəsmələr, işgəncələr baş verirdi. Palmirada, Suriyada tarixi məbədlərin və muzeylərin dağıdılması və Əlbükəmal, Deyr əz-Zor və digər Şiə məhəllələrində qətliamlar və o dövrlərdə bilirsiniz ki, artıq özləri bunu qəhrəmancasına deməli insanların başını, hətta uşaqların başını kəsib nümayiş etdirirdilər. Bunlar məhz Vəhabilər idilər. Yəni Suriyada, İraqda baş kəsənlər məhz Vəhabi idilər. Bunlar inkar edilməz faktlardılar. Sonra Vəhabilərin düşüncəsi İraq və Suriyada milyonlarla insanın ölümünə, milyonlarla qaçqının yaranmasına, qədim mədəniyyət və dini abidələrin məhv edilməsinə səbəb oldu. Biz Vəhabilər Azərbaycanda təhlükə mənbəyidir və Azərbaycan xalqı və Azərbaycan dövləti üçün Vəhabilərin çox ciddi təhlükəsi var deyəndə məhz bunu nəzərdə tuturuq ki, baxın görün Vəhabi düşüncəsi İraqda və Suriyada minlərlə insanın qətlinə, ölümünə və milyonlarla insanın ölkədən qaçmasına səbəb oldu. Onsuz Azərbaycan cəmiyyəti, Azərbaycan əhalisi vəziyyət elədir ki, ölkəni tərk etmək məcburiyyətinə qalır bəzi ailələr, amma bu düşüncə sahibləri, Vəhabilər Azərbaycanda demək, siyasi gücü ələ alarlarsa, mən sizi əmin edirəm ki, İraqda və Suriyada baş verənlər Azərbaycanda baş verəcəklərin yanında toya bayrama getməli olacaq. Yəni, o qədər dəhşət saçacaqlar. Sonra biz deməli, xronoloji Vəhabi cinayətləri ilə bağlı Suriyada və İraqda qısa birdən də nəzər salmaq istəyirik. 2003 ABŞ işğalından sonra, Amerika Birləşmiş Ştatlarının işğalından sonra Əbu Müsaib Əz-Zərqabi Əl-Qaidə fil İraq qruplaşması qurdu. Şiə məscidlərinə hücum başlayıb. 2004-2005-ci illərdə Bağdad, Kərbəla, Nəcəfdə, məscidlərdə, bazarlarda partlayış, minlərlə mülki şəxslərin həlak edilməsi, 2006-da Samirdə qətliamı, İmam Hadi və İmam Həsən Əsgəri türbəsinin bombalanması, 2007-2010-cu illərdə İraqda yüzlərlə intihar partlayışı, Şiə və Sünni mülki əhalinin öldürülməsi, 2014-də IŞİD Mosulu ələ keçirir, Spayker qətliamı 1700 Şiə əsgərin güllələnməsi, 14-17-ci ildə xilafətin elan edilməsi, Sincarda Yezdilərə qarşı soyqırım, minlərlə kişi öldürüldü, qaçqın və qadın və uşaqlar kölə edildi ki, Suriya və İraqda qadınların kölə edilməsi, kölə kimi satılması, bu da dövrü mətbuatdan hər kəsə bəllidir. Maraqlananlar bu mövzunu da araşdıra bilərlər və elə internetdə yazan kimi yüzlərlə material çıxır. Kilsələr, hətta məscidlər, türbələr dağıdıldı. Yəni bunlar məhz Vəhabilərin elədiyi cinayətlərdir. İraq ordusu 17-ci ildə Mosulu azad etdi. IŞİD böyük zərbə aldı, amma terror aktları hələ də davam edir. Suriyada da gəlincə də biz deməli Suriyada bilirsiniz 2011-ci ildə Suriyada sələfi qruplar, Vəhabi qruplar hökumətə qarşı çıxdı. Şiə və Xristian kəndlərinə hücumlar başlayır.
12, 13, 14, 15, 16, 17, 19-cu illərdə bunların deməli Suriyada törətdikləri böyük həcmli qətliamlar hamısı ortadadır. Mən bunları təkrarçılığa yol vermirəm. Sonra keçirik deməli bəli. Birincisi gəldi ki, Vəhabi bura qədər dediklərim Vəhabi əqidəsində olan insanların, qruplaşmaların, terrorçu qruplaşmaların cinayətləri idi. Vəhabi əqidəsinin əsas prinsipləri və onların batil yönləri haqqında indi danışmaq istəyirəm. Bilirsiniz ki, Vəhabi əqidəsinin əsas prinsiplərindən biri tövhid anlayışının təhrif olunmasıdır. Bunlar tövhid Allahın birliyinə yanlış istiqamətdən yanaşırlar və Vəhabilər tövhidi yalnız Allahın ibadətdə təkliyi kimi deyil, ziyarət, şəfaət, qəbir ziyarəti, təvəssül kimi məsələlərdə də şərik adlandırırlar. Yəni, bu dediyimiz ziyarət, qəbirlərin ziyarət etməsi, qəbirlərin ziyarət olunması, şəfaət məsələsi, sonra təvəssül və bu kimi məsələlərdə şirk adlandırırlar. Halbuki bunların hər biri Quranla təsbit olunmuş məsələlərdir və biz indi bu mövzulara aid Qurandan sübutlar gətirəcəyik. İkinci etiqadi məsələləri müsəlmanları asanlıqla müşrik və kafir adlandırmaq. Bunlar elə çox sadə şəkildə müsəlmanlar əgər Vəhabi deyirlərsə müşrik və kafir adlandırırlar. Bunu da yol verilməz olduğu və batil bir düşüncə olduğunu biz yenə də növbəti hissədə deyəcəyik. Şəfaətin inkarı əlbəttə ki, onlar deyirlər ki, qiyamət günü Peyğəmbərin şəfaəti yoxdur. Bu da bir ideoloji məsələdir və Quran isə bunun tam əksini deyir. Məryəm və Taha surələrində. Dördüncü, qəbirlərin və ziyarətlərin dağıdılması. Onlar qəbirlərin üzərində məscid, türbə və ya hər hansı tikilini şirk sayır, ziyarətgahları dağıdırlar. Bu həm də dolayısıyla İslam mədəniyyətinin aradan aparılmasıdır ki, bunu yuxarıda biraz əvvəl toxunduğum bu məsələyə. Beşinci, tarixi və mədəni irsin inkarı. Bu da yuxarıda biraz əvvəl toxunduğumuz məsələlərdir. Amma artıq biz burada Vəhabi əqidəsinin əsasları hissəsində bu məsələlərə toxunmalıyıq. Çünki bunlar bu əqidəyə inanırlar və əqidələrinin əsasları bu cür batil düşüncələrdən ibarətdir. Altıncı isə təkfirçilik və zorakı siyasət. Bu nə deməkdir? Vəhabi ideologiyasına əsasən qurulan qruplar, deməli, Əl-Qaidə, İŞİD və sairələri cihad adı altında müsəlmanları və qeyri-müsəlmanları qətlə yetirirlər. Yəni, bunun təkfirçilik və zorakı siyasətidir ki, digərlərini təkfir edirlər, digərlərinin kafir olduğunu əvvəlcə isbatlamağa çalışırlar, saxta iddialarla, saxta dəlillərlə və sonra onun ölüm hökmünü verib onu öldürürlər. Biz ümumi deməli, Vəhabi əqidəsinin əsaslarını ümumiləşdirsək, Vəhabi əqidəsinin əsasları bunlardan ibarətdir. Bunu hər kəs bilməlidir. Vəhabi əqidəsinin əsasları bunlardır. 1. Tövhidi təhrif etmək. 2. Təvəssül və şəfaəti inkar etmək. 3. Qəbir ziyarətini şirk saymaq. 4. Müsəlmanları kafir adlandırmaq. 5. İslam mədəniyyətini dağıtmaq. 6. Zorakı və təkfirçi siyasət aparmaq. Bu 6 dənə hissə, bunlar deməli, Vəhabi əqidəsinin əsaslarını təşkil edir. İndi ağlı başında olan insanlar məhz bu 6 əqidənin əsasında bunları qəbul edirsə, ağlı başında olan insan bunları qəbul edirsə, artıq deməyə bir söz yoxdur. Yəni, bu Vəhabi əqidəsinin əsasları məhz bunlardan ibarətdir. Hər kəs də Vəhabi əqidəsinin əsasları ilə maraqlanmaqsa, yenə də internet imkanları genişdir. Bu imkanlardan istifadə edib əqidə əsasları ilə tanış ola bilərlər. Sonra bunlarla bağlı deməli Qurandan mən bu batil əqidə ilə bağlı Qurandan bunların deməli, qısa olaraq ayələri demək istəyirəm. Qurandan dəlillər təvəssülün vasitəsilə Allaha yönəlməyin caizliyi,
ki, bunlar təvəssülü inkar eləyirlər. Allah Quranda buyurur ki, Maidə 35, ey iman gətirənlər, Allahdan qorxun və ona yaxınlaşmaq üçün vasitə axtarın. Mən sadəcə Azərbaycandan deyirəm, çünki zamanımı çox getməsin. Şəfaətin varlığı ki, bunlar inkar eləyirlər. Təvəssülün olmamasını, yəni təvəssül nə deməkdir? Vasitə ilə Allaha yaxınlaşmaq. Bunu inkar eləyirlər. Quranda isə Maidə surəsinin 35-ci ayəsində bu təsbit olunur. Şəfaətin varlığı, bunlar şəfaəti inkar edirlər. Quranda isə Allah Taala Taha surəsinin 9-cu ayəsində buyurur ki, onların hamısı qiyamət günü Rəbbinin huzuruna çıxacaq. O gündə Allahın icazə verdiyi kimsədən başqa heç kimin şəfaəti fayda verməyəcək. Taha surəsinin 9-cu ayəsində şəfaət mövzusuna işarə edir. Qəbirlərin ziyarətinə bağlı deməli, bunlar qəbirlərin ziyarətini inkar eləyir. Quran isə Rum surəsinin 9-cu ayəsində onlar yer üzündə gəzib dolaşmırlarmı ki, özlərindən əvvəlkilərin aqibətini görsünlər. Bu, əslində bu ayə qəbirlərin həm də ziyarət edilməsinə işarə edən ayədir. Onlar dördüncü müsəlmanları kafir adlandırmağın qadağan olunması, onlar müsəlmanları kafir adlandırırlar. Quran isə müsəlmanları kafir adlandırmağı qadağan edir. Yəni, Qurana zidd olan bir əqidə götürüblər. Yenə də Nisa surəsinin 94-cü ayəsində ey iman gətirənlər, Allah yolunda səfərə çıxdığınız zaman diqqətlə araşdırın. Sizə salam verənə sən mömin deyilsən deməyin. Yəni, müsəlmanlara kafir demək qadağan edilir. Beşincisi, haqsız qətlin haramlığı. Bunlar müsəlmanları deməli, özləri təkfir edib, haqsız yerə, məhz müsəlman olduqlarına görə onları müxtəlif bəhanələrlə, əsassız dəlillərlə təkfir edib, onları öldürürlər. Allah isə haqsız yerə qətli haram edir. Maidə surəsinin 32-ci ayəsində kim bilir, kim bir nəfəri haqsız yerə öldürsə, bütün insanları öldürmüş kimidir. Bu da onların deməli əqidəsi. Hədislərdə də təbii ki, bu mövzu öz əksini tapır. Peyğəmbərdən bu sadaladığımız 5 dənə mövzu ki, bunlar onun əksini eləyirlər, amma Quran onu təsdiq eləyir. Təvəssülün olmasıdır, şəfaətin olmasıdır, qəbirlərin ziyarət edilməsidir, müsəlmanların kafir adlandırılma, qadağan olunmasıdır. Amma bunlar müsəlmanları kafir adlandırır və haqsız yerə qətilləri törətmək də Quran qadağan edir, amma bunlar onu öz əqidə əsaslarına daxil edirlər. Burada hədislər də var. Mən hədisləri də deməli qəbir ziyarətinə, bu dediyim mövzulara aid Peyğəmbərdən hədislər də var. Özü Səhih Müslimdən hədislər gəlib. Müslim, Macə, yəni sünni mənbələrindən, hədislər sünni mənbələrindən ki, mən bunları seçmişdim, tapmışdım. Yəni oxuya da bilərəm. Çox ola bilsin, izləyicilər üçün biraz tərəddüd ola bilər. Ona görə hədislər bölməsində də Peyğəmbərin şəfaəti, Peyğəmbər buyurur ki, mənim şəfaətim ümmətimdən böyük günah sahiblərinə aiddir. Tirmizi, İbn Macə, Əhməd ibn Həmbəl rəvayətləri şəfaəti inkar edən Vəhabi iddiası bu hədisə ziddir. Vəhabilər şəfaəti inkar edir, amma Peyğəmbər deyir ki, hətta mənim şəfaətim ümmətimdən böyük günah sahiblərinə də aid olacaq. Yəni, bu şəfaət necə inkar edilə bilər ki, Peyğəmbər elə sünni mənbələrində belə bir hədis buyurur. İkinci qəbir ziyarəti haqqında Peyğəmbər buyurur ki, mən sizə qəbir ziyarətini qadağan etmişdim, indi ziyarət edin. Çünki o sizə axirət xatırladır. Bu da Müslim, Nəsai, İbn Macə deməli mənbələrində qeyd olunur. Mömin kafir adlandırmaq, Rəsulullah buyurur ki, əziz İslam Peyğəmbəri kim qardaşına ey kafir desə, əgər o belə deyilsə, bu söz onun özünə qaydar. Bu da Səhih Buxari və Səhih Müslimdədir bu hədislər. Yəni, əslində bu oxuduğum hədislər sünni mənbələrindən götürülmüş hədislərdir. Bunlar isə möminlərə, müsəlmanlara rahatçılıqla kafir deyirlər, onları təsvir edib öldürürlər. Peyğəmbər isə deyir ki, bu icazəli deyil, özü də öz mənbələrində. Dördüncü, Peyğəmbərin qəbrini ziyarət etmək, bunlar qadağan eləyir və şirk hesab eləyirlər. Rəsulullah Peyğəmbər buyurur ki, kim məni vəfatımdan sonra ziyarət edərsə, elə bil ki, həyatda ikən ziyarət etmişdir. Bu da
Beyhəqi, Daraqutni və digərləri bu deməli hədisi də öz mənbələrində gətirirlər. Və biz nəticə alırıq ki, Quran və səhih hədislər sübut edir ki, təvəssül, şəfaət və qəbr ziyarəti caizdir. Müsəlmanları kafirlər adlandırmaq böyük günahdır. Şəfaət haqqı mövcuddur. Haqsız qətl ən böyük cinayətlərdəndir. Bunlar isə deməli Vəhhabi əqidəsi isə bunun əksini deyir. Vəhhabi əqidəsi şəhadəti, şəfaəti inkar edir, təvəssülü inkar edir, qəbir ziyarətini inkar edir. İnsan möminləri, müsəlmanları rahatçılıqla kafir hesab edirlər və günahsız insanları, müsəlmanları haqsız yerə, günahı olmadan, heç bir hökm olmadan elə öz istəkləri ilə qətlə yetirirlər. Bəli. İndi isə mən bu hissədə, deməli, növbəti hissədə istəyirəm ki, Vəhhabiləri inkar edən alimlərlə bağlı danışaq. Biz əlbəttə ki, tarixdə dediyim kimi 18-ci əsrdə yaranmış bir dini siyasi cərəyandır və bu cərəyan həm sünni mənbələrində sünni alimləri, həm şia alimləri tərəfindən ciddi şəkildə deməli tənqid edilib və rədd edilib. Mən bir neçə nümunə göstərirəm. Əhl-i-Sünnə alimlərindən Şeyx Məhəmməd Əl-Əzhəri Misir Əl-Əhzər Universitetinin deməli alimlərindəndir. Əzhər alimləri dəfələrlə Vəhhabi əqidəsini ifratçı təriqət adlandırmış və müsəlmanların parçalanmasına səbəb olduğunu bildirmişlər. İkinci, Əhməd Zeyni Dahlan 1817-1886-cı ildə Məkkənin müftisi olub. Fitnətül Vəhhabiyyə adlı kitabında Vəhhabilərin qan tökməsini, müqəddəs ziyarətgahları dağıtmasını sərt şəkildə tənqid edən alimlərdən olub, müftilərdən olub. Üçüncü, Şeyx Mahmud Şükri Əl-Əlusi Bağdad müftisi olub 19-cu əsrdə. Vəhhabilərin xaricilərə bənzədib, onları müsəlmanlar kafirlər adlandırmasını pisləyib. Dördüncüsü, Seyyid Muhammed Əl-Məhdavi Əl-Əzhəri, bu da 20-ci əsr alimlərindən, sünni alimlərindəndir. Vəhhabilərin təvəssül və şəfaəti inkarını Qurana və sünnəyə zidd hesab edib. Yəni bunların bu əqidəsini də inkar edib. Şii alimlərindən isə Şeyx Cəfər Kəşfül-Qita, sonra Vəhhabilərin Kərbəla və Nəcəf hücumlarını pisləyib, onları ümmət üçün təhlükə adlandırıb. Ayətdə Seyyid Muhammed Baqir Səd 1935-1980-ci illərdə yaşayıb. Ayətullah Seyyid Əbülqasım Xoyu İslam dünyasının böyük mərcəklərindəndir. İmam Xomeyni cənabları, bu da İslam dünyasının böyük mərcəklərindəndir. Bunlar hamısı deməli bəli, Vəhhabiləri inkar edən, Vəhhabi əqidəsini inkar edən kitab müəlliflərdilər və açıqlamalar veriblər, Vəhhabilərin İslam dünyası üçün təhlükəli olduğunu bəyan ediblər. Biz bu günləri Vəhhabi Azərbaycan üçün təhlükəlidir deyəndə, bu bizim əslində öz fikrimiz deyil. Bu bizdən öncə böyük sünni alimlərinin, böyük şia alimlərinin, ümumiyyətlə İslam alimlərinin səsləndirdiyi fikirlərdilər ki, təqribən 3 əsrdir bu fikirlər səsləndirilir. Biz də onları təkrar edirik. Biz deyirik ki, əlbəttə ki, sadaladığı bu deməli batil əqidə daşıyıcısı olduqlarına görə, bu qədər böyük, amansız, acımasız cinayətlər törətdiklərinə görə Vəhhabiyyət düşüncəsində olan, Vəhhabi əqidəsində olan insanlar Azərbaycan üçün təhlükəlidir və Azərbaycanda ciddi cinayətlər gözlənilir, dəhşətli, acımasız hadisələr Azərbaycanda gözlənilir. Bu insanlar orada geniş, deməli, bu insanlara meydan verilərsə. Xülasə, deməli, Əhl-i-Sünnə və Şia alimlərinin ortaq mövqeyi Vəhhabi əqidəsi Qurana və sünnəyə və ümmətin icmasına ziddir. Deməli, bu məsələdə xüsusi qeyd olunmalıdır ki, həm Əhl-i-Sünnə, həm Əhl-i-Şiə alimləri, ümumiliklə İslam alimlərin deyək, Vəhhabi əqidəsinin Qurana və sünnəyə zidd olduğunu
düşüncəsindədirlər. Onların əsas tənqidi nöqtələri təvəssül və şəvaiətin inkarı, qəbri ziyarət şirk adlandırmaq, bunları saydığımız əslində müsəlmanları kafir elan etmək, zorakı və qanisən siyasət yürütmək və s. Bu 4 dənə prinsip əsasında bütün Şiə müsəlman böyük alimləri, mütəfəkkirləri Vəhhabi əqidəsinin Qurana və sünnəyə zidd olduğunu isbatlayırlar. Aşağıdakı dəlillər gətirirlər ki, çünki bunlar təvəssülə və şəvaiəti inkar eləyirlər, amma Quran bunu deyir. Qəbir ziyarətini şirk adlandırırlar. Quran və dediyim kimi hədislər bunu təsdiq eləyir. Müsəlmanları kafir elan edirlər. Ən təhlükəsi də məhz bunlardır. Müsəlmanları kafir elan edirlər. Təkfirçidirlər bunlar. Adətən təkfirçi sözünü biz eşidirik terminini. Onun mənası budur. Başqa müsəlmanı kafir hesab etmək, kafir elan etmək və zorakı və qanisan siyasət yürüdürlər. Bunlar da ki, haqqında yuxarıda biz məlumatlar verdik. Baxın, əziz izləyicilər, dəyərli Azərbaycan xalqı, siz özünüz bir nəticəyə gəlin ki, bu qədər təhlükəli bir əqidənin daşıyıcılarını Azərbaycanda əgər ayaq açarlarsa, bunlar müəyyən siyasi gücə yiyələnərlərsə, o zaman Azərbaycan Əhl-i-Beyt sevər xalqının başına nələr gətiriləcək? Bunlar heç nəyə baxmadan, heç bir mərhəmət göstərmədən, bunlar zaten mərhəmət termini bunlara tam yaddır. Bunlar Azərbaycanda bizim deməli ana bacımızı, kişilərimizi, Şiə kişilərini fərqi yoxdur elə müsəlmanlarda. Əgər qeyri-müsəlmanlar da bunlar Suriyada, İraqda öldürüb qızlarını, arvadlarını əsir alıb kölə bazarına, qul bazarına çıxardırlar da istədikləri kimi ondan istifadə eləməyi halal bilirlərsə, o zaman Azərbaycanda bunu niyə eləməsinlər? Etməmək üçün nə səbəb var? Əgər siyasi hakimiyyətə gələrlərsə, bunlar əgər siyasi gücə sahib olarlarsa, niyə Azərbaycanda Şiə kişilərini və qeyri-Şiə müsəlman, zaten Azərbaycanda bu Şiə-Sünni mövzusu o qədər də vüsət almıyor. Yəni Azərbaycanda hamı elə Sünnisi də Şiəsi də bir-birinə qarışıb. Bunların, yəni Azərbaycanlıların niyə bizim kişilərimizi öldürüb, arvadlarımızı, xanımlarımızı, qızlarımızı, bacılarımızı bunlar əsir götürsünlər? Mən sizə əmin edirəm ki, Azərbaycanda bunların deməli məqsədləri budur. Çünki bunların əqidəsi bu cür batil düşüncələrlə formalaşmış bir əqidədir. Əgər bunların əqidəsində müsəlmanları kafir elan edib, onları öldürməkdirsə, əgər bunların əqidəsi müsəlmanlara müşrik və kafir kimi baxmaqdırsa, sünnilərə müşrik, şiələrə kafir kimi bunlar baxırlarsa və bunlar şiələrin mallarını, namuslarını özlərinə halal edirlərsə, bunu nə vaxt həyata keçirdəcəklər? Deməli, siyasi gücə sahib olanda, gücə çatanda o halal bildikləri işləri bunlar görəcəklər və hətta mən bir neçə dəfə bu barədə məlumat vermişdim. Bəzi vəhhabilər arasında belə danışılır ki, bizdə Azərbaycanda biz bir gücə sahib olsaydıq, biz Şiə qadınları ilə öz istədiyimizi edərdik, Şiə qızları ilə öz istədiyimizi edərdik kimi ifadələr də bəzi deməli hallarda dolaşır, qulağımıza gəlib çatır. Bax, biz bu əsaslara görə Vəhhabi əqidəsinin Azərbaycan üçün nə qədər təhlükəli, ümumiyyətlə dünya üçün nə qədər təhlükəli bir əqidə olduğunu deyirik. Biz durub kiməsə böhtan atmırıq. İndi söz düşüb, sən kiməsə böhtan atırsan, kiməsə haqqında qeybət eləyirsən. Bunlar heç bir qeybət deyil, böhtan deyil. Böhtanın və qeybətin nə olduğunu biz çox gözəl anlayırıq, başa düşürük. Və qeybətlə böhtanın kimlərə deyilərsə, hansı cəzaları olacaq, hansı nə qədər günahdır, onları çox anlayırıq. Siz sadəcə ola bilsin ki, o terminləri əzbərləmiş, ancaq biz onun mahiyyətini deməli bilirik, ən azı sizdən yaxşı. Amma bizim əsas bu iddialarda olmağımızın əsas kökü, mahiyyəti bax bu cür sizin, yəni siz deyəndə mən vəhhabiləri nəzərdə tuturam. Vəhhabilərin batil əqidəsidir. Biz vəhhabilərin batil əqidəsini görüb, ona görə və bunların eyni zamanda batil əqidəsi ilə yanaşı, bunların törətdiyi cinayətləri də yan-yana qoyuruq və Azərbaycanda belə bir gücə sahib olarlarsa nələr
edə bilərlər deməli fikri formalaşır. Biz də o təhlükədən Azərbaycan cəmiyyətini və xüsusən dövlət qurumlarını xəbərdar etmək istəyirik ki, nə yazıq ki, bugün biz gördük ki, dövlətin əsas qurumları və xüsusən deməli təhlükəsizlik xidməti ilə bağlı olan məsul şəxslərin əksəriyyəti məsələ Azərbaycanda bu vəhhabi əqidəsinə aid olan insanların müdafiəsi ilə məşğuldular. Bu da heç kimə sir deyil. Ümid edirəm ki, bu çıxışdan sonra yəni insanlar biraz ayılacaq. Yəni bu çıxış biraz faydalı olacaq vəhhabiləri tanımaq üçün. Əslində mən sizə heç kimin bilmədiyi şeyləri danışmadım. Hamının bilə biləcəyi şeyləri təkrarlamaq istədim ki, internetdə biraz araşdırma aparsınız və bu vəhhabi əqidəsinin əsasları ilə bağlı yüzlərlə sizə məlumatlar çıxacaq. Mən sadəcə onları xülasələşdirib bir neçə dəqiqənin içinə sığdırmaq istədim və bu qədər. Vəhhabi əqidəsi, ideologiyası bu İslama və Qurana zidd olan bir əqidədir və Azərbaycanda bunlar siyasi gücə sahib olarlarsa çox böyük təhlükələr Azərbaycanı gözləyir. Bu bir sosdur, bu bir ciddi siqnaldır. Azərbaycan xalqı ta qədimdən Əhl-i-Beyt sevər xalq olub və Əhl-i-Beyti özünə düşmən bilən, Əhl-i-Beytin adını belə həzm etməyə cəsarəti, səbri olmayan insanlar Azərbaycanda hakimiyyətə gələrlərsə, gücə çevrilərlərsə, Əhl-i-Beyt dostlarının başına nə oyun açacaqlar, bunu siz bir düşünün. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.